Deyəsən keçmişdik elə. Mən olmamışam deyəsən bu dərsdə. Elə. Tamam. Salam müəllim, axşamınız xeyir. Salam, Bəli, Tünzəli xan. Hə, onu bəli, keçmişdik. bəli. Sosial inkişaf nəzəriyyəsi. Tamam. Vygotsky. Axşamınız xeyir müəllim. Salam. Axşamınız xeyir. Çətinlik çəkmədiniz? Müəllim, çəkdim müəllim. Bu nəzəriyyələr içində ən çətinidir yəqin ki. Ən asandı sizə hətta belə deyim. Siz buna Video çətin, çəkdiyimiz nəzəriyyələr daha asan gəlirdi. belə deyim, baza var ümumiyyətlə sizdə? Nə vaxtsa yəni heç kurikulum zad oxumusunuz? Yoxsa Xeyr, elə ilk qətiyyən. dəfələrdir? İlk dəfələrdir? İlk dəfədir bəli. Hə, nəzəriyyələr əslində dəhşət çoxdur, amma içlərində ən asandı bir buydu, yəni Vygotsky. Sonra var Karl Dweck, o bir qadın nəzəriyyəçidir, o da çox asandır. Piaget nəzəriyyəsidir. Bunlar yəni çox asandır. Ümumiyyətlə mən nə bilim, bəlkə indi mən bilirəm deyə belə deyirəm. Mənə görə nəzəriyyələr asandır, amma içlərində ən asandı da bunlar idi. İndi niyə çətinlik çəkmisiniz? İndi testlər üzərindən baxarıq ki, görək yəni niyə çətinlik çəkmisiniz? Hansı haralarında çətinlik çəkmisiniz? Oradan izah verərəm. Deməli, Vygotsky səhifə 182. Səhvlərinizi yazın. Mən indi baxacağam bir-bir. Bu Piaget də asandır. Vygotsky-də. Deməli, 3, 5-dən başladıq. 2, 3, 5. Tamam, gəlin belə eləyək. Hər dəfə mən oxuyuram. İndi özümüz oxuyaq. 2-ni kim yazıb? Humay xanım. Elə özünüz oxuyun. Görək siz nə yazmısınız, niyə onu yazmısınız, niyə o deyil. Bunu başlayaq izahını verməyə. Oxuyun sualı. Deməli, şagird məkan vizual intellektə sahibdir. O biologiya fənnindən bitkilərdə iki qat mayalanma prosesini başa düşməkdə çətinlik çəkir. Yaxın inkişaf zonasına görə müəllim öyrənmə prosesinin səmərəliliyini artırmaq üçün nə etməlidir? Cütlərlə işə üstünlük verməlidir. Bu cütlərlə iş ümumiyyətlə yaxın inkişaf zonasına nə aidiyyəti var? Bu asandır. Yox, bir dəqiqə. Niyə ki var? Bəs yaxın inkişaf zonası cütlərlə, qruplarla birlikdə öyrənməkdən söhbət gedir. Sadəcə sual o deyil də, yəni sualda bu suala görə o cavabı seçə bilmirik. Məkan vizual intellektə sahib olan bir şagirdin, yəni Aysa. biologiya fənni ilə bağlı çəkdiyi çətinlikdən söhbət gedir də. Aha, Cütlərlə bəli. cütlərlə Çünki işin bu buna uşaq aidiyyəti yoxdur da. bilirsiniz, indi məsələ nədir? Həmişə cavabı tapmaq üçün birinci sualın mahiyyətini anlamalıyıq. Deyir ki, şagird məkan vizual intellektə sahibdir. Yəni ki, şagirdin öyrənmə intellekti vizualdır, vizual yaddaşı yaxşıdır. Görüntünü görəndə, dərsin görüntüsünü, şəklini, o dərs aid video görəndə, şəkil görəndə dərsi daha yaxşı başa düşür. Çünki vizual öyrənəndir. İndi bu uşaq vizual öyrənəndə biologiya fənnindən bitkilərdə iki qat mayalanma prosesini başa düşməkdə çətinlik çəkir. Demək ki, bu uşağa nə etmək lazımdır ki, bu uşaq bunu daha asan başa düşsün? Axı vizual uşaqdır. Vizual uşaq olduğu üçün. Müəllim, mən vizual məkanı belə başa düşürəm ki, yəni məsələn tutaq ki, təbiət mövzusunu keçiriksə, bunun təbiətdə tədris olması, məktəb həyətində tədris olması daha əlverişli olar. Yox, vizualda bilirsiniz nədir? Şəkillər, videolar, slaydlar, cədvəllər, çertyojlar. Bax, vizual budur. Məkan sözünə görə çaşıb D-ni götürmüşəm. Hə, botanika bağına virtual ekskursiya təşkil etməlidir. Bunu götürə bilmirik. Baxın, görürsüz C variantında prosesin təsvir olunduğu vəsaitdən. Yəni ki, həmin ki, burada nə proses var? Hansı prosesdən gedir? İki qat mayalanma prosesini başa düşmür də. Bu da deyir ki, həmin iki qat mayalanma prosesinin təsvir olunduğu, yəni şəklinin olduğu vəsaitdən istifadə etməlidir. Bu ən doğru cavabı idi. 3 deməli, Leyla xanım. 3-ü oxuyun.
Aşağıdakı fikirlərdən hansı Lev Vygotskyinin sosial inkişaf nəzəriyyəsinə aiddir? Mühakimə yürütməklə düşünmək məntiqi riyazi zəkaya aiddir. Şagirdlərin müxtəlif intellekt növünə sahib olması onların yüksək nailiyyət əldə etməsinə təsir edir. Bütün uşaqlar idrakin inkişafı zamanı eyni mərhələdən keçirlər. Bunu Şəxsi- götürmüşdünüz? Nə? Siz nə götürmüsünüz? C götürmüsünüz? Ümumiyyətlə heç Heç nə. yəni fikirləşə bilmədim. Aha. Bütün uşaqlar idrakin inkişafı zamanı eyni mərhələdən keçirlər. Şəxsi və sosial təcrübə bir-birindən ayrılmaz prosesdir. Müəllim təlim prosesini şagirdlərin davranışını nəzərə alaraq qurmalıdır. İndi burada sizi biraz qınamıram. Niyə qınamıram? Bir saniyə. Qoşulan var idi. Hə. Niyə qınamıram? Çünki burada hər cümlə bir nəzəriyyəyə aiddir. Siz də bütün nəzəriyyələri keçmədiyinizə görə bu sualı işləməkdə çətinlik çəkmisiniz. Məsələn, A-da deyir ki, mühakimə yürütməklə düşünmək məntiqi riyazi zəka bu Howard Gardner nəzəriyyəsidir. So deyir ki, şagirdlərin müxtəlif intellekt növünə sahib olması yenə də intellekt növü, yəni bu nəzəriyyə Howard Gardner nəzəriyyəsidir, yəni bu da ona aiddir. Bütün uşaqlar idrakın inkişafı zamanı eyni mərhələdən keçirlər. Yəni hər uşaq eyni yaşdan keçəndə demək olar ki, eyni şeydir. Yəni tutalım ki, 1 yaşındakı uşaq mənim də uşağım olsa, sənin də uşağın olsa, onun da uşağı olsa, demək olar ki, eyni şeylər edirlər, eyni proseslərdən keçirlər. Onu demək istəyir. Bu da Piaget nəzəriyyəsidir. Piaget-də çünki yaş mərhələləridir. Sonra deyir, hə, cavab elə budur. Şəxsi və sosial, həm də baxın ipucu verib də sosial təcrübə bir-birindən ayrılmaz prosesdir. Bu Vygotskydir. Müəllim təlim prosesini şagirdlərin davranışını nəzərə alaraq qurmalıdır. Davranışını niyə? Bir çox xüsusiyyətləri nəzərə alaraq qurmalıdır. D variantı düz idi. Bir də 5 demişdiniz siz. 5-i də oxuyun. Hansı nəzəriyyəyə görə öyrənmənin növbəti mərhələsinə keçmək üçün körpü rolunu oynayan fasilitatorun ünsiyyətə əsaslanan düzgün strategiyalar seçməsi səmərəli tədrisin əsas meyarlarından biridir. Gardnerin çoxnövlü zəka, Vygotsky yaxın inkişaf zonası, Piaget'in zehni inkişafın mərhələləri, Skinner operant şərtlənmə, Dweck'in düşüncə tərzi. Hə, əslində yenə də ola bilər çətinlik çəkərsiniz, amma ən azından mövzu sınağıdır da. Mövzu sınağıdırsa məlum məsələdir ki, elə Vygotsky'nin adına gedir axı bu testlər. Yəni qarışıq test olsaydı, qarışıq sınaq olsaydı ki, sizə növbəti dərs üçün qarışıq sınaq göndərəcəm. Hə, olsaydı çətinlik çəkərdiniz də, amma bu fakt elə mövzu sınağıdır deyə elə Vygotsky'nin özündən gedir. Həm də ki, heç qarışıq sınaqdır. Heç mövzu sınağının içində getmir. Necə seçməliydik? Öyrənmənin növbəti mərhələsinə keçmək üçün körpü rolu, yəni scaffolding bu deməkdir. Oynayan fasilitatorun ünsiyyəti. Nəysə, bizim əsas açar sözümüz burada körpü rolunu oynayan bu olur scaffolding. Və hətta ikinci açar sözümüzdə düzgün strategiyalar seçməsi. Bu da yadınızdadırsa PDF-də var idi. Scaffolding strategiyaları, nə bilim, müəllimin səsi düşünməsi, mətndə olan yeni sözlərin əvvəlcədən uşaqlara, yəni məlumat verilməsi, tapşırığın təlimatının addım-addım izahı və sair və axırda, yəni bu strategiyalardan söhbət gedirdi. 6-cı sual Humay xanım. Aşağıdakı fikirlərdən hansı Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə aiddir? A. Toxunaraq öyrənən şagirdlər əsasən bədən kinestetik intellektə sahib olurlar. İndi bu yenə də bizdən Vygotsky soruşur da. Bu da toxunaraq öyrənən şagirdlər, bədən kinestetik, yenə də gedir Howard Gardner nəzəriyyəsinə, intellekt tipləri. Yəni demək ki, Vygotsky aid deyil, bu Howard Gardnerdir. İnsan zehni inkişafın bəlli bir səviyyəsində doğulur və onu kənar təsir olmadan inkişaf etdirmək mümkündür. Mən cavabı bunu götürmüşəm əslində. Zehni inkişaf da Piaget nəzəriyyəsidir. Elə onun nəzəriyyəsinin adı zehni inkişafdır. Bu olur Piaget. Şagirdlərin bir-biri ilə ünsiyyəti və sosial mühit şagirdin inkişafında əsas amildir. Cavab C. Bəli. Ay, sağ ol. Bax, Vygotsky nə deyirdi? Dil, ünsiyyət əsas amildir.
Dil və ünsiyyət. Dil nədir? Danışmaq da. Dil və ünsiyyət. Elə budur. Həm də burada açar sözünüz yenə də deyirəm, sosial sözün görürsünüzsə, düzdür, gələcəkdə bir dənə də nəzəriyyə var. O da sosial öyrənmədir, Bandura nəzəriyyəsi. Orada biraz tema başqadır da. Burada siz ünsiyyət, sosial mühit, şagirdin inkişafında əsas rol oynayır, görür deyirsə, bu Vygotskydir. Çünki tam olaraq Vygotsky bunu deyib ki, şagird, uşaq ünsiyyət zamanı daha yaxşı öyrənir. Yəni kimdən ünsiyyət? Özündən daha bilikli, bacarıqlı, təcrübəli birindən. Cavab C-dir. Sonra şagirdin idraki inkişafının baş verməsi üçün yaş faktoru, idraki inkişaf Piagetdir. İdraki inkişaf yəni ki, zehni inkişafdır. Fərdi iş formasının təlimdə istifadə edilməsi şagirdin bacarıqlarını üzə çıxarmaq baxımından əhəmiyyətlidir. Bax, fərdi iş forması bu fərd daxili intellekt tipi də gedir. Fərd daxili intellekt tipi də yenə də olur Gardner nəzəriyyəsində. İndi biz bu nəzəriyyələri keçməmişik də, bilmirsiniz deyə sizə çətinlik olub. Belə, növbəti 8, Humay xanımda da elə 8. Oxuyun. Hansı fəaliyyət scaffolding deyil? Mətni verməmişdən əvvəl çətin sözlərin izahının verilməsi. Çətin sözlər, bəli, scaffoldingdir bu. Mətnin içindəki məcazi mənalı sözlərin müəllim tərəfindən müəyyənləşdirilməsi. Cavab məncə elə bu. Bəli, ay sağ ol. Müəllim tərəfindən müəyyənləşdirdisə, onda uşağa elə hazır verdi ki, bəs uşaq nə iş görəcək orada? Axı müəllim hazır eləmirdi. Müəllim sadəcə dəstək verən idi. Yol göstərir, ipucu verər. Başa düşdüm mən. Ona görə bu səhvdir də, bu deyil. Siz nə götürmüşdünüz? C. C. Şagirdin cavab tapması üçün tam bu. Bəli, bu var da. Cavabı tapmaq üçün müəllim yönəldici sual verər. Nə bilim, ipucu verər. Axırda ona bir yol göstərər ki, qoy ki, özü əziyyət çəksin, tapsın cavabı. Ki, onun ömürlük yaddaşında qalsın. Bu dərs, bəli, məktəb müəllimləri üçündür. Həm sertifikasiya, həm MİQ. Peşə də ola bilər. Amma bağça yox. Düzdür, bağçada da Vygotsky falan olur. Piaget, Vygotsky. Belə. Getdik, davam edək. 8-dən sonra 10 Tünzaylə xanım. Buyurun. 10-cu sual maşallah nə buyurdu? Müəllim yeni mövzunu təqdim edərkən şagirdlərin mövcud biliklərini nəzərə alır, tapşırıqları daha bacarıqlı şagirdlərin dəstəyi ilə yerinə yetirə biləcək şəkildə qurur və bu dəstəyi tədricən azaldır. Bu vəziyyət müəllimin pedaqoji yanaşmasına əsasən hansı fikri əks etdirir? A-da yazıb ki, öyrənmənin əsasən fərdin daxili idrak mexanizmləri nəticəsində baş verdiyini, sosial qarşılıqlı təsirin isə yalnız motivasiya edici rol oynadığını qəbul edir. Mən burada B variantını götürmüşəm, B variantını. Deməli, təlimin şagirdin mövcud bilik və bacarıqları səviyyəsində təşkilini əsas götürür və xarici dəstəyin yalnız çətinlik yarandıqda tətbiq edilməsini məqsədə uyğun sayır. Bu niyə olmayıb, C çıxıb? İndi bir dənə gözləyin, qoşulan var, deyəcəm. Bir saniyə. C-dir, mənim fikrimcə C-dir. Amma mən C-ni oxumadım. Elə oxuyanda A-nı oxumuşam, görmüşəm o deyil, B-ni oxuyub cavab götürmüşəm. Bax, müəllimlərin imtahanda ən böyük etdiyi səhvdir də. Bunu mən həmişə deyirəm, imtahana gedən günə qədər yadlarına salıram ki, lap B düz gəlir, yenə də axıra kimi oxu. Axıra kimi oxuyanda görürsən ki, mən nəyəsə diqqət eləməmişəm. Elə cavab məsəl üçün E imiş. Orada bir adam ayılır da, gedir sualı bir də oxuyur. Həmişə çalışın axıra kimi oxuyun. Demək, B-də deyir ki, bax, sualın şərtində nə deyirdi? Bu vəziyyətdə müəllimin pedaqoji yanaşması, yəni müəllimin gördüyü iş, əsasən hansı fikir əks etdirir? Müəllim neynədi orada? Dedi ki, yeni mövzunu təqdim edərkən şagirdlərin mövcud biliklərini nəzərə aldı, tapşırıqları daha bacarıqlı şagirdlərin dəstəyi ilə yerinə yetirilə biləcək şəkildə qurdu. Sonra deyir, yavaş-yavaş dəstəyi azaltdı. B-də deyir ki, təlimin şagirdin mövcud bilik bacarıqları səviyyəsində, tamam, buraların gördükdə mövcud bilikləri nəzərə alır. Təşkilini əsas götürür. Xarici dəstəyin yalnız çətinlik yarandıqda. Burada heç elə söz yazdıq ki, yalnız çətinlik yarananda müəllim dedi ki, gedin dəstək göstərin. Elə bir cümlə yazılmayıb. Dedi ki, dərs keçir, yeni mövzu keçir və deyir ki, tapşırıqları daha bacarıqlı şagirdlərin dəstəyi ilə yerinə yetirin. Daha sonra da dəstəyi azaldır. Yalnız çətin tapşırıq söhbəti deməyib.
Ona görə bax B bizi belə çaşdırıb. Hə, C-də nədir oxuyun? Şagirdin öyrənmə prosesində sosial qarşılıqlı təsir vasitəsilə potensial inkişaf imkanlarını mərhələli şəkildə reallaşdırır. Bəli, mərhələli şəkil o deməkdir ki, yavaş-yavaş dəstək verir, sonra da yavaş-yavaş o dəstəyi geri çəkir. Yəni etap-etap. Bəli, tam doğru cavab buydu. Mərhələli sözü biraz Piaget aparır, ona görə şaşırdım. Hə, o yaş mərhələləri heç, yaş mərhələləri desə, hə, Piaget-dir. Mərhələli şəkildə, yəni addım-addım, sırayla, etap-etap o deməkdir. Bəli, başa düşdüm, çox sağ olun. Buyurun. Ondan sonra qoy görüm nə yazmısınız? Ondan sonra. Yoxdur ondan sonra. Ay müəllimlər, hə, 14. 14. Mhm. Buyurun. Uyğunluq istəyir. Deməli, sosial inkişaf nəzəriyyəsinə görə şagirdlərə bir-birindən öyrənməyə şərait yaratmaq lazımdır. Daha bacarıqlı şagirddən köməyi ilə o mənalı verir də, yəni bu Bəli, bir-birindən öyrənmək. Doğrudur, səhvdir? doğrudur. Bəli, doğru fikirdir. Sosial inkişaf nəzəriyyəsində əsas məqsəd dil bacarıqlarının formalaşdırılmasıdır. Burada mən qaldım. Çünki dilin rolda var idi, ona görə. Ünsiyyət, bəli, vacibdir. Amma orada demədi ki, dil bacarığı inkişaf etsin. Burada deyir ki, dil bacarıqlarının əsas məqsəd deyir, dil bacarıqlarının formalaşdırılmasıdır. Yanlış fikirdir. Biz deyirik ki, əsas, yəni rol dil, yəni ünsiyyət önəmlidir. Biz orada sadəcə ünsiyyət bacarığını, yəni əsas məqsəd ünsiyyət bacarığını, yəni danışığı, nitqi inkişaf etdirmək deyil ki, şagirdə dərsi öyrətməkdir və bu dəstəklə olur. Yəni təkcə dil bacarığı deyil, orada tətbiq var, nə bilim təhlil var, yaratması var və sair və ilaxırda hər şeyə aiddir. Təkcə dil deyil. Yəni məqsəd təkcə dil bacarığını inkişaf etdirmək deyil. Ona görə yanlışdır. Yanlışdır, qabağına da yanlış yazıb. Elə cavab 1-2-dir. Bəli, bu birlərə baxaq. Scaffolding diferensial yanaşmanın daxilində yer alan prosesdir. Diferensial yanaşma. Bunlar əslində belə deyim də, ardıcıl keçiləndə mövzular hamısı yerinə oturur. Diferensial biraz scaffoldingdən əvvəl gəlir. Diferensial nədir? Different sözündən götürülüb, müxtəliflik deməkdir. Diferensial ancaq 1:45 dəqiqə aiddir. Yəni sadəcə 1:45 dəqiqə aiddir. Amma scaffolding bütün tədrisi əhatə edir. Bu nə deməkdir? Yəni diferensialı evdə valideyn yaratmır axı. Diferensial təlim odur ki, müəllim bütün uşaqların fərqliliklərini, xüsusiyyətlərini, ay nə bilim öyrənmə tərzlərini kim hansı tərzdə, məsələn bayaq deyirdik, uşaq vizual yaddaşı güclüdür. Hə, məsələn, şəkilli kitab olmasa dərsi başa düşmür. Hə, başqası qeyd götürərək dərsi başa düşür. Və sair və ilaxırda müəllim bütün bunları nəzərə alır və dərsi elə qurur ki, hamının marağına uyğun olsun da, hamı oradan nəsə götürə bilsin. Hə, bu diferensial yanaşmadır və 1:45 dəqiqə əhatə edir. Amma scaffolding evdə valideyn övladına scaffoldinglik edər, bacı qardaş edər, qonşu edər. Yəni göz scaffolding hər yerdə var. Təkcə 1:45 dəqiqəni əhatə etmir. Ona görə scaffolding böyük anlayışdır. Diferensial təlim isə onun içində yer alır. Burada isə deyəsən dəyişik yazıb. Hə, burada deyir ki, scaffolding güya diferensialın içindədir. Əksinə diferensial balacadır. Sadəcə 45 dəqiqədir. Balaca. Ona görə diferensial təlim scaffoldingin içində yer alır. Yəni bu fikir yanlışdır, qabağına doğru yazıb, ona görə götürmürük. Burada da deyir ki, şagirdləri hər şeyi asan yolla çatdırmaq hər scaffolding demək deyil. Hə. Bu əslində doğru fikirdir də. Yəni hər şeyi asan yolla. Yazılıb deyə səhv Bəli. götürülür. Ay, sağ ol, düzdür. Cavab 1-2. Getdik 14-dən sonra. Digər müəllimlər işləmisiniz? Var 14-dən sonra Umay xanım? Bəli, 19-20 səhvdir. 19-20. Aha. Oxuyun. Dərs zamanı şagird verilmiş tapşırıqda sxem üzrə ardıcıllığı qurmaqda, verilənlər arasındakı əlaqəni müəyyənləşdirməkdə və nəticəyə öz gəlməkdə çətinlik çəkir.
Müəllim şagirdin tapşırığı yerinə yetirə bilməsi üçün ona müxtəlif formalarda köməklik göstərir. Aşağıdakı situasiyalardan hansında müəllim yanlış metodik yanaşma nümayiş etdirir? Müəllim, əslində sualın şərti o qədər uzundur ki, variantlara Aha. çatanda nə olduğu yaddan çıxır. Əslində bu məqamı dərs izahında xüsusilə qeyd etmişdim ki, ən çox burada çaşdırırlar. Deməli, variantları oxuyum. Müəllim Mhm. tapşırığın yerinə yetirmə mərhələsini lövhədə ardıcıllıqla göstərir. Sonra oxşar tapşırığı şagirdlə birlikdə icra edir və növbəti tapşırıqda şagirdə yalnız minimal yönləndirici suallar verir. Yəni əvvəlcə dəstək göstərir, yavaş-yavaş dəstəyi azaldır. Aha. Bu yanlış metod deyil də əslində. Deyil, bəli. Ay, sağ ol. Müəllim şagirdin çaşqınlıq yaşamaması üçün sxemdəki bütün əlaqələri əvvəlcədən izah edir. Şagirdin yalnız verilmiş məlumatları uyğun hissələrə yerləşdirilməsini istəyir. Cavab olaraq bunu götürmüşəm mən. Hə, indi belə bir söz deyim də. Görürsüz nə deyir? Şagirdin çaşqınlıq yaşamaması üçün. Eyni situasiyanı, indi nə olsun bura belə yazıb? Eyni situasiyanı mən sizə başqa cür demişdim ki, məsələn, müəllim bir mətn keçəcək, bir əsər keçəcək və s. Orada uşağın ilk dəfə rast gələcəyi sözlər var. İndi müəllim bilir ki, uşaq onu ilk dəfə görəcək. Neyniyir? Mətni keçməmişdən əvvəl həmin sözlərin izahını verir, nə bilim şəklini göstərir, sinonimini deyir ki, uşaq başa düşsün ki, bu mətni oxuyanda bu sözün mənası nədir, onu anlaya bilsin. Burada da mətn yazmayıb, yazıb ki, çaşqınlıq yaşamaması üçün, bayaqkində də çaşqınlıq yaşamaması üçün idi də, o sözlərin mənasını deyirdi. Burada da çaşqınlıq yaşamaması üçün sxemdəki bütün əlaqələri əvvəlcədən uşağa izah edir. Sonra şagirdin yalnız verilmiş məlumatları uyğun hissələrə yerləşdirməsini istəyir. Yəni tapşırığı şagird özü həll edir. Sadəcə müəllim orada sxemləri başa salır. Yəni bu da düzdür. Bütün əlaqələr deyir deyə düşündüm, yəqin müəllim hər şeyi siz demişkən halva eləyir ona görə. Yox, bax görürsüz, uşaq özü edir artıq. Şagird yalnız verilmiş məlumatları uyğun hissələrə yerləşdirir. Demək ki, şagird iş görür orada. C-də deyir ki, müəllim əvvəlcə sadə nümunə üzərində tapşırığın məntiqini izah edir. Daha sonra şagirdin icrasını müşahidə edib, yalnız ehtiyac yarandıqda qısa müdaxilə edir. Bu da düzdür. Düzdür, bəli, düzdür. Müəllim tapşırığın həmin hissəsini addım-addım şərh edir. Daha sonra şagirddən bu izah əsaslanaraq tapşırığın qalan hissəsini müstəqil şəkildə tamamlamasını istəyir. Hə. Bax, yanlış burdadır. Baxın. Tapşırığın həmin hissəsini addım-addım izah edə bilməz. Təlimatı addım-addım izah edə bilər. Bunu xüsusilə qeyd eləmişdim ki, burada çox çaşdırırlar ki, addım-addım izah edir. Qəti şəkildə tapşırığı müəllim addım-addım izah edə bilməz. Təlimatı, verilən şərti addım-addım izah edə bilərəm. Ya da ona aid bir dənə nümunə yaza bilərəm, amma imенно tapşırığa dəyməməliyəm. Mən sadəcə ona istiqamət verirəm. Bəli. Amma burada çaşdırırlar. Burada görürsüz, müəllim tapşırığı addım-addım izah edib də nə oldu? Bu düzgün deyil. Yanlış buradaydı. Eyni oxuyum. Bəli. Müəllim şagirdin nəticəyə çatmasını təmin etmək üçün tapşırıq zamanı hər mərhələdə düzgün cavaba yaxınlaşdıran izahlar verir və səhv ehtimalını minimuma endirir. Yəni bu da düzdür də, hər dəfə kömək eləmir, sadəcə çətinlik çəkdiyi yerlərə Bəli. kömək eləyir. Ay, sağ ol. Bir də 20 dediniz də siz, hə? Bəli. Verilənlərdən biri Vygotskyinin yaxın inkişaf zonası nəzəriyyəsinin tələbinə aid deyil. Deməli, sosial münasibətlər zehni inkişafa müsbət təsir edir. Bu düzdür. Aha. Uşaqlar Bəli. bilikləri daha təcrübəli birindən öyrənir. Bu da düzdür, Bəli. Vygotsky'də var. Öyrənmədə nitqin ünsiyyətin rolu böyükdür. Bu da Vygotsky'nin fikridir. Bəli. Oyun əsaslı öyrənmədən istifadə məqsədə uyğundur. Mən bunu götürmüşəm cavab olaraq. Oyun əsaslı öyrənmə Vygotsky ilə Piaget'in hətta yeganə bir dənə ortaq fikri var. O da ikisi də deyir ki, şagird daha çox oyun əsasında öyrənməsi, yəni yaxşıdır da. Bu da ən çox olur 6-7 yaşlarında, yəni bu yaşları əhatə edir. Rollu oyunlar oynayır. O həkim xəstə qulağına taxır, gəlir belə qulaq asır. Nə bilim müəllim şagird, nə bilim satıcı alıcı. Bax rollu oyunlar da. Yəni ki, bu ikisinin də ortaq fikridir. Bunu Vygotsky-də deyib. Yəni bu da düzdür. Giz şagirdlərdə inkişaf etmiş səriştələri ortaya çıxarır. İnkişaf etmiş səriştə deyəndə ki, bu Səriştə hazırki vəziyyətlə şagirdin skafoldinqə qədərki, yəni
nailiyyətdir də. Mövcud vəziyyətlə hələ onu edə bilmir də, yəni hələ etməsi mümkün olmayacaq vəziyyətin ortasındakı zonaya biz yaxın inkişaf zonası deyirik. Yəni hələ öyrənmə prosesinə. Burada da deyir ki, yaxın inkişaf zonası şagirdlərdə inkişaf etmiş səriştələri ortaya çıxarır. Yəni səriştə nədir? Bilik, bacarıq, vərdişlərin məcmusuna səriştə deyirik. Onu çıxarmır axı. YIZ neyniyirdi? YIZ öyrənmə prosesidir və o öyrənmə prosesinin içində bir scaffolding var ki, şagirdin çətinlik çəkməsinə müəllim dəstək olur. Budur yəni YIZ. Burada amma başqa şey yazıb. Ona görə bu aid deyil. Getdik 22 Gülşən xanım. Oxuyursuz? Gülşən xanım, buradasınız? Salam müəllim, axşamınız xeyir olsun. Salam. Eee, Oxuyursuz? Müəllim tapşırığın icrasının ilkin mərhələsində şagirdlərə istiqamət verici suallar, strukturallaşdırılmış dəstək təqdim edir. Şagirdlərin tapşırığı müstəqil şəkildə yerinə yetirə biləcəklərini müşahidə etdikdən sonra bu dəstəyi məqsədli şəkildə azaldır. Bu vəziyyətdə müəllimin pedaqoji fəaliyyəti ilə bağlı hansı fikir daha dəqiqdir? Müəllimə, mən orada dəqiq sözünə görə ola bilsin ki, çaşqınlıq yaranır mənə. Tam Bəli. cavabı götürə bilməmişəm. Hı. Müəllim təlimdə müəllim müdaxiləsini minimuma endirərək öz-özünə öyrənməni əsas strategiya kimi ön plana çəkir. Bunu götürmüsüz? Bəli, bəli. Hə, çox adam çaşır bunu götürür, amma nə Hı. demişdik? Daha dəqiqdir deyəndə, demək ki, sizə yaxın cavablar gələcək. Yəni Hı. orada uyğun cavablar olacaq. Siz ən dolğun, ən dəqiqini seçməlisiniz. Aydındır. Digər variantları oxuyum müəllimim. Bəli. Müəllim şagirdlərin səhv ehtimalını azaltmaq üçün göstərilən dəstəyi təlim boyu saxlayır. Bunu etmir axı. Təlim boyu Aha, saxlamır. səhvdir. Getdi. Aha, səhvdir. Müəllim təlim prosesində şagirdin inkişaf ehtiyatlarına uyğun olaraq dəstəyi dinamik şəkildə tənzimləyir. Bəli, dinamik şəkildə tənzimləyir. O deməkdir ki, dəstək verir, sonra da yavaş-yavaş çəkir, geriyə çəkir. Dəstəyi, Aha. yəni məqsədli azaldır. Bax, dinamik şəkildə tənzimləmək odur. Verir, sonra da çəkir. Aydın, düzgün cavab C variantıdır. Bəli, Mən ancaq bəli. A variantı götürmüşdüm. Hə, çox adam çaşıb A götürür. Yəni keçənki müdavimlərimiz də çaşıb onu götürür. Aydın. Çox sağ olun. müəllim. Buyurun, buyurun. Humay xanım 24. Aşağıdakı fikirlərdən hansı Vygotskyinin sosial inkişaf nəzəriyyəsinə aiddir? Qruplarla iş forması əsasən şəxslər arasında intellekti yüksək olan şagirdlər üçün faydalıdır. Yenə də bu getdi Gardner nəzəriyyəsinə. Bir Hardan problem- bildik? Şəxslər arası intellektə görə. Bir problemin həlli üçün dayanmadan cəhd göstərmək insanda inkişafı açıq düşüncə tərzinin formalaşmasına səbəb olur. Bu açıq düşüncə, qapalı düşüncə deyə bir nəzəriyyə var. Bəli, Karl Dweck nəzəriyyəsi, bəli. Şagirdin böyüdüyü cəmiyyətin tarixi onun nəyə maraq göstərməsinə təsir edir. Təsir göstərir. Hə, bu əzbərçi bir cümlədir, nəzəriyyənin içində var. Bu o deməkdir ki, bax, bizdən sosial inkişafı istəyir də. Zaten nəzəriyyənin adı sosialdır. Mühit var ortada. Yəni o deyir səni mühit insana hər bir şeyə, istər xarakterinə, iradəsinə, bir çox şeylərə də mühit çox böyük təsir göstərir. İstər təbii mühit, yəni ailə, istər cəmiyyət. Sosial mühit, yəni cəmiyyət. Bu düzdür. Şagirdin böyüdüyü cəmiyyət hansı cəmiyyətdə, hansı ortamda böyüyürsə, onun tarixi onun nəyə maraq göstərməsinə təsir edir. Hətta belə deyim, o deyir 5 insanla otur, onlar nədirsə sən də olacaqsan. Alimdirsə alim, nə bilim avaradırsa avara. Yəni ətrafındakı o 5 insan kimdirsə, sən onu oturub durub axırda o olacaqsan. Bu cümlə tam olaraq onu deyir. D-dəki abstrakt mövzu nədir müəllim? Abstrakt mücərrəd deməkdir. Belə deyək də, abstrakt sözü bizim qarşımıza çıxır Piaget nəzəriyyəsində. Orada yaş mərhələləri var, 4 mərhələdir. Məsələn, orada deyir ki, şagird
formal əməli, yəni ən sonuncu mərhələdə abstrakt düşünə bilir. Abstrakt nədir? Baxın, mücərrəd. Məsələn, deyirəm ki, ədalət anlayışı, nə bilim, vicdan anlayışı, sevgi anlayışı. Biz bu anlayışları nə gözlə görə bilirik, nə əllə tuta bilirik. Yəni bunlar mücərrəd anlayışdır. Bunu da kiçik yaşlı uşaqlar başa düşə bilməz. Hə, bunu biraz daha böyük uşaqlar mənasını anlayır. Hə, burada da deyir ki, ibtidai sinif şagirdlərinin abstrakt mövzudan keçirilməsi düzgün deyil. Bəli, çünki abstrakt düşüncə yuxarı yaşlarda, 11-12-dən ta ki yetkinliyə qədərdir. Yəni yetkinliyə qədər deməyək də elə ömür boyu 11-12 yaşdan yuxarı olan uşaqlar abstrakt mövzuları başa düşür. Aşağı siniflər yox. Bu fikir düzdür, amma Vygotsky'yə aid deyil, Piaget'ə aiddir. Eydə deyir ki, YIS şagirdin müstəqil şəkildə fəaliyyətini təmin etmək üçün əsas strategiyadır. Hə, strategiya olan yiz deyil də axı. Scaffolding idi. idi. Ay, sağ ol. Bəli, strategiya scaffolding idi. Aha, 24-dən sonra Mən də 29-da səhvdim. 29-a qədər varmı? Nəsə bugün passivik. 29. Oxuyun. Deməli, uyğunsuzluğu istəyir. Vygotsky'yə görə uşaq ətrafı özü kəşf etdikdə onda zehni inkişaf və öyrənmə baş verir. Vygotsky Aha, bu fikri doğru deyil məncə. Çünki bəli, Vygotsky müəyyən qədər də olsa dəstək verilməlidir, bəli. müvəqqəti dəstək. Piaget deyirdi ki, özü kəşf etsin. Alma o marağı onun əlindən. Hə, bu fikir deməli yanlışdır. Sosial inkişaf nəzəriyyəsinə əsasən öyrənmə prosesində müəllimin rolu şagirdə bələdçilik etməkdən ibarətdir. Bu düzgündür məncə. Bəli, fasilitatorluq edir, düzdür. Vygotsky'yə görə sosial münasibətlər şagirdin zehni inkişafında fundamental rola malikdir. Fundamental necə Yəni yəni? ki, belə deyək də, bir sözlə zehni inkişaf, bəli, əsas. Zehni inkişaf edir. Sosial münasibətlər zamanı zehni inkişaf edir. Yəni ki, biz ona dəstək göstəririk, öyrədirik, dəstək oluruq, çətinlik çəkəndə istiqamət veririk. Belə-belə şagirdin zehni inkişaf edir. Yenə də deyək, burada əsas rol nədir? Sosial münasibətlər. Tam olaraq Vygotsky bunu deyib. Yaxın Yəni inkişaf düz fikirdir. bu düzgündür, amma yanlışın altında deyə səhvdir. Aha, aha. Yaxın Dördə inkişaf baxaq. sonrasında şagird qoyulan hədəfə müstəqil şəkildə çatmaqla inkişaf edir. Aha, yaxın inkişaf zonasının içində bir nəfər də olurdu. Bəli, ona müvəqqəti olaraq da scaffolding dəstəyi Ay, sağ ol. göstərilirdi. Həmin adam da scaffolding olurdu. Yəni müstəqil olmurdu. Yaxın inkişaf zonası öyrənmə mühitidir. O mühitin içində də bir dəstək verən var. Yəni yanlışdır. İndi nə götürəcəyik? Uyğunsuz deyir. 2-4. 2-4. Niyə? Bax, məsələn, Uyğunsuzluq deyir. ay, sağ ol. 2-3. Yox, Deyil, baxın. 1-3. 1-3. Ay, sağ ol. 1-3. Aha, 29-dan sonra 34 səhvdir məndə. 34. Aha, burada da uyğunluq istəyir. Uşağın inkişafında onun ətrafdakılarla ünsiyyəti əsas rol oynayır. Bəli, bu düzdür. Bəli. Şəxsi və sosial təcrübə bir-birinin ayrılmaz prosesdir. Bu da doğrudur. Bəli. Sosial münasibətlər şagirdin zehni inkişafında fundamental rola malikdir. Bu doğrudur, amma yanlışın altındadır deyə səhvdir. Bəli, doğrudur. Şagirdin böyüdüyü cəmiyyətin tarixi onun nəyə maraq göstərməsinə təsir edir. Bu da doğrudur, amma yanlışın Bəli. altındadır. Nə olacaq? 1-2. Dördü də doğrudur. Ay, sağ ol. 1-2. Niyə? Çünki buna uyğun olan işarələr bunlar oldu. Əla. 34-dən sonra Bitdi. bitdi. Yəqin ki, başqa heç kimdə yoxdur, çünki cavab vermədiniz. Bu gün nəsə passivdir qrup, həmişə aktiv oldu. Bəlkə də tez başlamışıq ona görə. Bizim artıq dərslərimiz başlayır deyə ona görə qrafiki dəyişməli olduq. Mən hara girirdim? Yeni mövzu keçən dəfəki istəyə əsasən demişdim ki, ən çox 2 mövzuya istək gəlmişdi. Birini keçmişdik, biri qalmışdı. Deməli, təhsildə müasir pedaqoji yanaşmalar yeni artırılıb, yəni
yeni əlavə olunan bir mövzudur. Amma bazası olan müəllimlər varsa aramızda, görəcəklər ki, çox da belə yeni terminlər, belə bizə yad olan bir cümlələr görməyəcəyik. Yəni bazası olan müəllimlər bunu başa düşəcək. Bazası olmayanlar, ilk dəfə hələ bir neçə dərsdə bura qoşulanlar varsa, bunun üçün, bunu başa düşmək üçün gərək kitabı əvvəldən gərək sırayla keçəsən, həmin o mövzular bir-bir bunun içində qısa-qısa öz belə deyək də yerini tutub. Nədir burada məsələ? Müasir pedaqoji yanaşmalar. Bilirsiniz ki, gündə bir qərar çıxır, təhsildə hər gün bir yenilik olur, hər dəfə nəsə də bir şeylər çıxır. Yəni yeni dövrlə ayaqlaşmağa çalışırıq da bir sözlə. Bunun da adı ona görə müasir pedaqoji yanaşmalardır. Bax, pedaqoji müəllimə aiddir də. Bir müəllimin, yəni müasir yanaşmasına söhbət gedir. Həmişə dərs keçəndə çalışaq ki, birinci dərsin adının mənasını bilək. Pedaqoji müəllimə deyilir, yanaşmalar da ki, yəni müəllimin pedaqoji, müasir pedaqoji yanaşması. Əməkdaşlığa əsaslanan yanaşma. Bu mövzu bir neçə mövzunun içində keçir. Elə indicə hal-hazırda keçdiyimiz Lev Vygotsky. Orada da əməkdaşlıq var idi. Sonra bir mövzu var, interaktiv təlim. Çox maraqlı mövzudur. İnteraktiv sözün də mənası qarşılıqlı, birgə fəaliyyət. Elə o mövzunun içində də Vygotsky'nin adı keçir. Yəni birgə fəaliyyət göstərmək. Yəni əməkdaşlıq. Ondan sonra var, məsələn, iş formaları dərsi, fərdi, cüt, qrup, bütün siniflər. Məsələn, əməkdaşlıq hansında olur? Cütlərlə, qruplarla işdə şagirdlərdə əməkdaşlıq bacarığı formalaşdırırıq. Ondan sonra sizlə bir mövzuda keçmişdik, səhv eləmirəmsə, Jerome Brunner, kognitiv və tədqiqat əsaslı öyrənmə. Orada da var idi. Yəni, orada da hətta Vygotsky'nin fikirləri keçirdi, hətta Piaget'dən də danışırdı. Orada da yenə əməkdaşlıqdan söhbət gedirdi. Niyə bu qədər əməkdaşlığa üstünlük verilib? Çünki əməkdaşlıq buna kooperativlik deyilir, 4K-dan biridir, yəni 21-ci əsr bacarığıdır. Baxın, belə bir şey deyim sizə. İndiki dövrdə, indi mən sizə burada dərs danışıram da, düzdürmü? İndi bunun arxa fonu da var. Lap indi bizim o ödənişli dərslərdə də. Bunun arxa fonunda görünmür. Yəni siz o arxa səhnəni görmürsünüz, amma o arxa fonda həqiqətən gecə-gündüz işləyən insanlar var. Məsələn, o qrupları yığanlar, qrupa nəzarət edənlər, bir-bir müəllimlərlə, müdavimlərlə danışanlar, hamısını onlar edir. Mən sadəcə hər şey hazırdır və gəlim dərsimi keçirəm. Bax, bu bir əməkdaşlıqdır. Ya da kiminsə nəsə sözü var, mənə deyir, mən yönləndirirəm menecerə. Belə bir-birimizlə əməkdaşlıq edərək işimizi görürük. Əgər mən heç kimlə əməkdaşlıq etməyi bacarmıramsa ki, belə insanlar da olur. Yəni bacarmırlar da, bu adamlar heç kimlə yola getməyi bacarmırlar. Biri sənə söz deyir, gəlir cavab qaytarır. Məsələn deyirəm. Menecer deyir ki, Aysel müəllimə, bu şeyi siz edərsiniz. Mən də deyirəm ki, başa düşmədimi, mən niyə etməliyəm ki, sizin işinizdə özünüz edin. Heç vaxt demərəm. Əlimdən gəlirsə niyə də etməyim, indi ona kömək lazımsa dəstəyimi göstərərəm. Yəni işlə bağlı. Amma əksini də deyən insanlar olur. Onu deyən insanlarda həmin bu əməkdaşlıq bacarığı inkişaf etməyib. Hansı ki, indiki dövrdə çox önəmli bacarıqlardan biridir. Deməli, bu yanaşmanı anlamaq üçün bir qayıqdakı avar çəkənləri təsəvvür edin. İndi bir dənə onu təsəvvür edin. Bir qayıqdır və onun içində avar çəkənlər var. Əgər hər kəs fərqli səmtə avar çəksə, qayıq yerində fırlanacaq. Yəni, heç cür irəli gedə bilməyəcəklər də. Yenə də mən dərs izahına başlayanda başlayırlar qoşulmağa, elə bil hiss edirlər. Amma hamı eyni ritmlə, eyni hədəfə doğru avar çəksə, qayıq sürətlə irəliləyəcək. O bizim atalar sözü var, güc birlikdədir. Əməkdaşlığa əsaslanan öyrənmə məhz budur. Şagirdlərin vahid bir məqsəd üçün çiyin-çiyinə çalışması. Vahid elə bir deməkdir. Düşünün, bir qrup yaratmışıq. Bir qrupda 3-5 şagird ola bilər də, minimum 3, maksimum 5 nəfər. Bu şagirdlər əgər, qrup işidir də, müəllim tapşırıq verib, bir layihə verib, onun üstündə işləməlidirlər. Əgər bu uşaqlar
O desə ki, yox mən deyən olmalıdır. Bu desə ki, yox sən düz demirsən, mən deyən olmalıdır. Axırda dərsin vaxtı da bitir və baxırlar ki, ortada əldə var 0. Yəni heç nə edə bilməyiblər. Çünki əməkdaşlıq yoxdur, məqsəd yoxdur. Hərə öz bildiyin, hərə öz istədiyin deyir. Bax əməkdaşlıq odur ki, sən ola bilər sənin fikirlərin olsun, özün təkcə işləsəydin başqa cür edə bilərdin. Amma sən artıq bir əməkdaşlıq işindəsənsə, hərə öz məsuliyyətini dərk etməlidir və insanlarla birlikdə işləyərkən də hansı məsuliyyətlərin var qarşı tərəfə, onları dərk etməlisən. Bax bu o deməkdir. Burada məqsəd təkcə uşaqların nə isə əzbərləməsi deyil. Bax biz bəzən öyrənməni səhv salırıq. İndiki dövrə qədər çox təəssüflər olsun. Sadəcə əzbərləmək sanki öyrənmək sayılırdı. Yəni mən məsələn öz dövrümdən danışıram ki, mən elə idim. Əzbərləyib ki, bütün qiymətlərin 5 idi. Gəl ki, başa düşürdümü, məsələn fizika, kimyanı qəti başa düşmürdüm. Prosta qiymət xətrinə ki, qiymətin 5 olsun. İndi evdə döyülməyim. Yəni başa düşürdümmü? Yox. Amma bizə onun əzbər yox, mən tutalım ki, əzbər o qədər gözəl danışmışam. Müəllim mənə qayıdıb desəydi, ay Aysel, maşallah, nə qəşəng danışdın. İndi qızım, görün filan şey nə deməkdir? Sən bunu necə başa düşürsən? İndi görün mən 5 alardım orada, heç nə donub müəllimin üzünə baxacaqdım. Çünki başa düşməmişəm. Bu ən pisidir. Bu öyrənmək deyil, yəni əzbərləmək, öyrənmək deyil. Həm də onların bir-biri ilə necə yola getməsini, danışmasını, problemlərin necə həll etməsini öyrətməkdir. Bax, problem həll etmə də, qərar qəbul etmə də, sonra əməkdaşlıq, kooperativlik deyilir buna, ünsiyyət, kommunikasiya bacarığı deyilir buna, tənqidi və yaradıcı təfəkkür, yəni kritik və kreativlik deyilir buna ki, bunlar çox tez-tez qarşınıza situasiyalarda çıxacaq. Bunlar 21-ci əsr və həyati bacarıqlar sayılır. Biz müəllimlərin də borcu, vəzifəsi şagirdlərdə həyati bacarıqları aşılamaqdır, öyrətməkdir. Niyə? Çünki biz həyata şəxsiyyət, insan hazırlayırıq. Yoxsa ki, məktəbdə gəlsin bu şeiri əzbərləsin, danışsın, bu nağılı əzbərləsin, danışsın, vəsyo. Bununla bitmir axı, bunun bəs gələcəyi var. Biz insan yetişdiririk, biz robot yetişdirmirik ki, şəxsiyyət yetişdiririk. Bəs onun gələcəkdə qarşısına problemlər çıxacaq, kritik anlarda qərar qəbul etməli olacaq. Bax, keçən dəfə bir nəzəriyyə keçdiyə dilemma. 2 yol olur, məcbur birini, yəni ağılla birini seçməlisən. Sonra müsbət qarşılıqlı asılılıq nə deməkdir? Ya hamımız birlikdə batacağıq, ya da birlikdə xilas olacağıq. Yəni bu anlama gəlir. Mənası bu deməkdir. İndi kitabda belə yazılmayıb. Mən sizə daha lori dillə yazıram ki, mahiyyəti tam anlayasınız. Əslində bu mövzunun kitabda çox uzun veriblər. Bilməm, bir 7-8 bəlkə də çox səhifəsi var. Amma qısaca yazmışam, yəni o uzunu da oxusan, yəni budur da, yəni bundan o tərəfəsi yoxdur. Prosta çox sözlər yazırlar, adamı yorur. Yəni müsbət qarşılıqlı asılılıq o deməkdir ki, yəni 3-5 nəfər bir qrupda işləyiriksə, bilməliyik ki, hamımız birimiz üçün, birimiz hamımız üçün. O vaxtı oyunlarda deyirdik, bax o məsələ. Yəni ya hamımız birlikdə batacaq, ya birlikdə xilas olacaq fəlsəfəsi. Şagird başa düşür ki, qrupun digər üzvü işini yaxşı etməsə, o da zəif qiymət alacaq. Ona görə də nə etməliyik? Bir-birimizə dəstək olmalı. Burada müəllim bizə fərdi qiymət yazmayacaq ki, mən özümə çalışım, o özünə. Bu qrup işidir. Qrup işi qrup işinə görə qiymətləndirilir. Ona görə də bir-birinə dəstək lazımdır. Dəstəyə də nə deyirlər? Birlikdə əməkdaşlıq. İndiki dövrün tələbi. İndi bir nümunəyə baxaq. Müəllim şagirdlərə tapşırır. Yaşadığımız şəhəri necə daha təmiz edə bilərik? Qrupda, yəni də qrup işi verir uşaqlara. Qrupda Əli məlumatları internetdən tapır, Aysel onları vərəqə yazır, Orxan şəkil çəkir, Leyla isə sonda bütün işi lövhəyə çıxıb danışır. Leyla danışanda səhv etsə, bütün qrupun nəticəsi düşür. Ona görə də çıxışdan əvvəl Əli və Aysel Leylanı yaxşıca hazırlaşdırırlar. Bax, bu əsl əməkdaşlıqdır. Gördünüz, yəni birlikdə çalışdılar. O dedi, bu elədi. Və məsəl üçün, bayaq TikTokda qarşıma bir canlı çıxmışdı. İndiki trend hansı canlılardır? Abituriyentlərin
də indi ixtisas seçimi başlayıb. Yəqin ki, nəsə deyəsən başlamışdı. Yəni bu dəqiqə hara girirsən ancaq onların canlılardır. Nə gördüm? Görürəm ki, oğlan açıb jurnalı, qız da yanındakı qız da ona deyir, nə bilim filan yerdən bu qədər plan yeri, filan yerdən o deyir, o yazır, o deyir, o yazır. Bax, bu olur əməkdaşlıq. Birlikdə indi orada pul qazanacaqlar. Nə bilim kimsə gələcək bunlara ixtisas seçiminə görə müraciət edəcək, amma buna görürsüz bunu birlikdə qazanırlar. Yəni birlikdə əməkdaşlıq edirlər. Köməkləşərək edirlər ki, həm də işləri asan da olur. Bax, bu olur əməkdaşlıq. İndi gəldik ikinci hissə. Bu söz sizə tanış gələcək. Konstruktivizm pedaqoji yanaşması. Hardan deyəcəksiniz ki, tanış day müəllim? Jerome Seymour Brunner nəzəriyyəsində yadınızdadırsa bu sözə rast gəlmişdik. Konstruktivizm nədir? Bilik qurucusu. Şagird özü gəlib çatır deyə nəticəyə, orada keçmişdiyi induktiv məntiq. Deməli, ənənəvi dərs bizim o vaxtki dərs stilinə deyirdik də. Müəllim məlumatı hazır şəkildə verir. Bəli, yazırdı bizə, biz də lövhədən köçürürdük. Şagird isə onu beyninə kopyalayır. Konstruktivizmdə isə müəllim məlumatı vermir. Məlumatı tapmaq üçün şərait yaradır. Yadınıza salıram. Orada sizə bir dənə nümunə çəkmişdim. Sıxlıq anlayışı. Müəllim gəlib demir sıxlıq anlayışı nədir? Gətirir, şərait yaradır. Vanna gətirir, nə bilim top gətirir, taxta, mismar bunları gətirirdi. Uşaqlar da orada özləri üçün bax qrup işi idi. Biri yazırdı, biri gedirdi əşyanı suya atırdı, biri proqnoz verirdi ki, üzəcəkmi, batacaqmı? O birisi də yazırdı. Yəni görürsüz, hamısı bir-biri ilə necə bağlıdır mövzular və orada bir əməkdaşlıq var idi. Və müəllim məlumatı verməmişdi. Müəllim sadəcə şərait yaratmışdı. Uşaq özü edərək sıxlıq anlayışı nədir? Cavabı özü tapmışdı. Burada da tam olaraq onu deyir ki, müəllim sadəcə şərait yaradır. Şagird isə öz əvvəlki biliklərinə, təcrübəsinə əsaslanaraq o məlumatı inşa edir, yəni konstruksiya edir, yəni ki, o biliyi qurur. Gəldik fasilitator müəllim. Fasilitator, bələdçi müəllim ayrıca bir mövzu kimi də var. Fasilitator müəllim kimdir? Dəstək verən, tədqiqatçı müəllim, şagirdini yaxşı tanıyan, daim onu müşahidə edən, öyrənməsinə şərait yaradan və s. O dərsi danışan deyil. Yəni bizim dövrümüzdə var idi, ancaq müəllim danışırdı. Biz sadəcə passiv rolda dinləyici idik. Ancaq müəllim aktiv roldaydı da, ancaq danışırdı, dərs izah edirdi. Bizə bir şey buraxmırdı da. Axırda da həyif tapşırıq verirdi, biz də gəlib əzbərləyib gəlirdik. Burada amma fasilitator müəllim dərsi danışan deyil. Sizcə bu niyə belə oldu deyə sual verəndir. Cavabı onlardan almaq istəyirəm. Qoy özləri beyinlərini işlətsinlər. Yəni, uşaqların yolunu işıqlandırır. Amma o yolu uşaqlar özləri getməlidirlər. Sonra məna yaratma, yəni həyatla əlaqələndirmə. İnteqrasiya adlı bir mövzu var. Yəni ki, bu da oradan bəhs edir. Əlaqə nədir? Yəni inteqrasiya, əlaqələndirmək. Həyatla əlaqə isə fənüstü inteqrasiya deməkdir. Ümumiyyətlə müəllim keçdiyi mövzunu, necə ki mən bayaqdan sizə bir saniyə üzrünüz sayın. Mən bayaqdan sizə məsəl üçün deyirəm, ay nə bilim avar çəkdilər, ay nə bilim bunu elədilər. Həyatdan nümunə gətirirəm də. Bunu niyə edirəm? Dərsin mahiyyətini daha dərindən anlayasınız deyə. İndi öyrənilən mövzu uşağın real həyatında işinə yaramalıdır. Yəni başa düşməlidir ki, bir dənə də nümunə deyəcəm. Çünki bunların hamısı özüm yaşamışam və çox təəssüflənirəm də. Deyirəm ki, kaş mən indiki dövrdə yaşamış olaydım. İndiki təhsil sistemində oxumuş olaydım. Məsələn, mən o vaxtı həndəsəni, ümumiyyətcə də nəsə texniki fənlərlə aram olmayıb. O da ki, əslində oxumağı çox sevirəm. İndi düşünürəm ki, niyə aram olmayıb? Çünki başa düşməmişəm, edə bilməmişəm deyə o dərslərdən xoşum gəlməyib. İnsan bir şey bacarmayanda xoşu gəlmir də. Mən həmişə düşünürdüm ki, biz həndəsəni niyə öyrənirik? Deyirdim, indi bax, keçirik bu 3 bucaq, 4 bucaq, bu mənim gələcəkdə nəyimə lazımdır, boş-boş bu bizə keçirlər, deyə düşünürdüm. Amma onu bizə başa salsaydılar, bax, sən harda lazım olacaq, necə lazım olacaq, bunun mənalarını, mahiyyətini bizə izah eləsəydilər ki, ay bala, bunu siz elə belə boş-boş keçmirsiniz, bunun bir mənası var, gələcəkdə filan yerdə qarşıva çıxacaq, filan yerdə rastıva çıxacaq, işlədəcəksən, mən də onu maraqla öyrənərdim ki, bu mənim işimə yarayır.
Mən də həqiqətən düşünürdüm ki, hə, kub mənim nəyimə gərəkdir ki, bu mənə keçirilə, mən bu boyda əziyyət çəkirəm bunu əzbərləyənə qədər və sair və ilaxır. Yəni, düsturu əzbərləmək yox. O düsturla otağın ölçüsünü hesablayıb xalça almağı öyrənməkdir. Məsələn, mən indi tutalım da neynirəm? Mən evdə tutalım ibtidai sinifdə oxuyan oğlum var. Bir şey lazım olanda deyirəm, metrəni verirəm əlinə, deyirəm ki, get otağın uzunluğunu enini sən ölç gəldi mənə. Deyir, necə ölçüm? Deyirəm, başvı işlət, nə bilim, get ölç. Yəni, olacaq, səhv edəcək, səhv ölçəcək, düz ölçməyəcək və sair və ilaxırda bir dəfə, iki dəfə. Amma artıq özü tətbiq edəndə, sonra onu məktəbdə keçəndə başa düşəcək ki, bu onun nə işinə yarayır, harda işinə yarayır. Bax, budur həyatının əlaqələndirmə. Uşaq üçün yəni mənalı olur da, başa düşür ki, bu mənə öyrənməyin mənası var. Mənasız şəkildə öyrənmirəm. İndi baxaq buna aid bir nümunəyə. Suyun qaynaması. Ənənəvi müəllim. Uşaqlar, su 100 dərəcədə qaynayır. Dəftərinizə yazın. Biz də yazdıq. Sonra da getdik əzbərlədik. Gələn dəfə də gəldi ki, müəllim, su 100 dərəcədə qaynayır. Konstruktivist müəllim. Ocağın üstünə su qoyur. İçinə termometr salır və deyir: Uşaqlar, gəlin baxaq, su qaynayanda termometr neçəni göstərəcək. Şagirdlər özləri görürlər ki, su qaynayanda ox 100-ə çatdı. Beləliklə biliyi özləri kəşf edirlər. Beləliklə bu cümləni uşaq özü deyir. Hə, müəllim, su 100 dərəcədə qaynayır. Yəni siz nədir məqsəd? Hazır biliyi mən verməyim də özü o biliyi özü dilə gətirsin, desin ki, budur. Gəldik 3-cü hissə, qiymətləndirmə yanaşmaları, rubrik nümunəsi. Rubrik sözün mənası qiymətləndirmə cədvəlidir. Əslində qiymətləndirmə mövzusu çox böyük bir mövzu və böyük bir anlayışdır. Böyük bir anlayışdır, amma çətin deyil. Öyrənən üçün maraqlı mövzudur. İndi burada da bunun adı keçib. Konstruktiv təlimdə mühakimə edici qiymətləndirmədən daha çox, mühakimə edici nədir? Otur aşağı, yaxşı bilmirsən, səhv eləmisən. Yəni bu kimi təbii ki, uşağı qiymətləndirsəm, gələn dəfə yazıq yenə də bu sözləri eşitməkdən qorxduğu üçün düz bildiyi cavabı da durub mənə deməyəcək. Deməli, şagirdi inkişafa aparan formativ qiymətləndirmədir. Yəni inkişaf etdirici qiymətləndirmədən istifadə olunur. Formativ qiymətləndirmə ilə qiymətləndirmə içində ən dərin mövzu varsa formativdir. Gündəlik qiymətləndirmədir. Şagirdi izləyirəm, baxıram harda çətinlik çəkir, üzə çıxarıram. Sonra o hansı ki çətinlik çəkir, ona dəstək verirəm, yol göstərirəm, istiqamət verirəm ki, o çətinliyi çəkməsin, aradan qaldırsın. Yəni inkişaf getsin də bu uşaqda. Yəni ki, bir sözlə formativ qiymətləndirmə şagirdi irəliyə, məqsədə, hədəfə doğru aparan qiymətləndirmədir. Burada şagirdlər öncədən, yəni əvvəlcədən necə qiymətləndiriləcəklərini, hansı meyarın onlardan nə tələb etdiyini bilirlər. Necə bilirlər? Rubrik vasitəsilə. İndi o rubrikə düşəcəm, bir cədvəl də düzəltdim ki, sizə tam aydın olsun. Baxın, bizim dövrümüzdə biz bilirdik də neçə almalıyıq. Bilirdik ki, yəni hansı qiymət var. Var idi 2, 3, 4, 5. Biz 5 almalıydıq. Çalışırdıq ki, yəni 5 alaq da, 4 almayaq, 3, 2 vəbşə evə buraxmazlar da. Çalışırdıq ki, 4 almayaq. Yəni 5 almalıyıq, ona çalışırıq. Amma indi qiymət yoxdur axı. Var, summativdədir, ancaq summativ, rəsmi. Belə gündəlik qiymət yoxdur, qiymətləndirmə var. İndi şagird nə bilsin ki, bu gün nə almalıdır? Bunun üçün müəllim əvvəlcədən onu elan edir. Bu cür elan edir. Yəni artıq şagird bilir ki, mən nəyə görə necə qiymətləndiriləcəm. Baxın, bu cədvəlin adı rubrikdir. Rubrikdə deməli meyarlar olur və keyfiyyət səviyyələri olur. Meyarlara uyğun keyfiyyət səviyyələri olur. Yəni 3 cür növ olur da: meyar, keyfiyyət səviyyəsi, meyara uyğun keyfiyyət səviyyəsi. Məsələn, baxın, burada 4 dənə səviyyə, keyfiyyət səviyyəsi yazmışam. Məsələn, var, mən əvvəllər ibtidai sinif müəlliməsi işləmişəm 5 il. O zamanlar kurikulum təzə gəlmişdi də, yəni 2008-də gəlmişdi. Mən sizə danışıram 2010-11-ci illərdə. Bir dəfə şagirdin gündəliyinə belə bir səviyyə yazmışam. Valideyn səhəri gün durub gəlib üstümə. Yəni çox da əlaçı qız idi.
ki mənim qızıma niyə 4 yazmısınız? İndi ona başa salıram ki, bu 4 deyil. Bu 4 4-cü səviyyə. Yəni əslində bizim bildiyimiz 5-dir. Əla deməkdir. Yəni sözümü ona gətirirəm ki, bu əla, bu 4-cü səviyyədir. Yaxşı 3-cü səviyyədir. Lap luru dillə yazım ki, bizə tam aydın olsun. Yəni bu 5-dir, bu 4-dür. Kafi 2-ci səviyyədir, yəni bu 3-dür. Zəif bu 1-ci səviyyədir, yəni bu da 2-dir. Qiymət olaraq belə düşünə bilərsiniz. Hə. Bəli, elə başa düşürdülər. İndi gəl bunu başa salınlar ki, hörmətli valideyn, bu 4 əslində 5 deməkdir. İndi belə də deyirsən, onun da beyni yanır. Axı bu 4-dür. Bu necə 5 olur? Hə, biraz burada belə bir qarmaşıqlıq olur, qarışıqlıq olur. Hə, indi yavaş-yavaş öyrəniblər biraz. Nəysə, bu səviyyə olaraq bəzən uşaqların gündəliyinə, yəni belə yazılır da, səviyyə olaraq yazılır. Hə, bəzən də meyar olaraq yazılır. Hə, meyar nədir? Məsələn, əgər əladırsa bu uşaq, tutalım ki, qrup. Bu deyək ki, qrup işi cədvəlidir. Yazıram, qrup işində çox fəaldır, görürsüz, çox fəaldır. Digərlərini həvəsləndirir, liderlik edir. Da 5-lik uşaqdır da bu. Da nə yazım buna? Hər şey əladır. Ona görə 4-cü səviyyə sayılır. Hə, yaxşı, biraz zəif olsa nə yazar? Qrup işində iştirak edir, verilən tapşırığı vaxtında yerinə yetirir. Sadəcə bu qədər. Yəni bu olur 4-cü səviyyə. Liderlik yoxdur, kimsə həvəsləndirmə yoxdur. Yaxşı, daha sonra iştirak passivdir. Aha, düşdü qiymət. Yalnız xatırlama edildikdə kömək edir. Yəni ki, ancaq ay uşaq, sən də işlə. Yəni bu artıq bizim dillə desə 3 aldı, kafidir. Qrup işinə ümumiyyətlə qatılmır, əməkdaşlıqdan boyun qaçırır. Bu da alır 2. Yəni ki, bu adam ümumiyyətlə heç bir iş görmür. Və yaxud da ki, bu əməkdaşlıq və iştiraka görə qiymətləndirməkdir. İndi məzmunun anlaşılmasına görə uşaq qiymətləndirirsə, bax, uşaq əvvəlcədən bu cədvəli görür, baxır da bunlara nə yazılıb. Baxır ki, mən deməli bunu eləsəm, yaxşı liderlik etsəm, digər yoldaşlarımı həvəsləndirsəm, çox fəal olsam, mən 5 alacam, yəni 4-cü səviyyə. Və yaxud da bunları eləməsəm 2 alacam, ona görə eləməliyəm. Bax, artıq belə bilir ki, qiymətini, bax, bunu əvvəlcədən görür. Bilir ki, bunu etməliyəm ki, məndən yaxşı qiymət alım. Sonra məzmunun anlaşılması, yəni mövzunun anlaşılması. Tutalım ki, 5-lik uşaqdırsa, səviyyələri bura yazsın. Yuxarıda qaldı çünki. Bu 5 qiyməti 4, 3, 2. Mövzunu tam və dərindən dərk edir. Real həyatla əlaqələndirir. Daha hər şeyi edib də bu uşaq. 4-cü səviyyən 5 qiyməti. Mövzunu əsasən anlayır. Yəni ki, tam da anlamayıb. Lakin bəzi incəlikləri qaçırır. Bu 4 qiyməti. Mövzunu qismən anlayır. Çoxlu yönləndirməyə ehtiyac duyur. Bu vəbşi 3 aldı. Mövzunu ümumiyyətlə anlamayıb. Səhvlərə yol verir. Bu da 2 aldı. Yəni uşaq artıq başa düşür ki, mən müəllimi diqqətlə dinləməliyəm ki, mövzunu dərindən başa düşüm. Sonra məsələn təqdimat bacarığına görə necə qiymətləndirilir? Fikrini çox aydın, səlis və məntiqli ardıcıllıqla ifadə edir. Məsələn, fikrini çox aydın, səlis, məntiqli. Nə gözəl, qəşəng təqdimat bacarığı var. Yəni 5 alır. Fikrini aydın ifadə edir, lakin bəzən həyəcanlanır. 1 bal qiymət düşdü aşağı. Fikri ifadə etməkdə çətinlik çəkir, qırıq-qırıq danışır. Bu ümumiyyətlə 3-ə düşdü. Təqdimat edə bilmir, fikrini cəmləyə bilmir. Bunun da qiyməti 2-yə düşdü. Burada indi test işlətməmişdən qabaq 1-2 dənə bir şeylər deyim. Baxın, orada belə bir terminlər var. Məsələn, fasilitator. Bayaq da dedim, yəni bələdçi müəllimdir. Öyrənməyə şərait yaradan müəllimdir. Scaffolding terminini zaten bildiniz, dəstək verəndir. Məsələn, motivator var. Motivator. Motiv və motivator. Motivasiya verəndir, yəni şagirdə dəstək verən, motivasiya verən. Sonra belə bir söz görə bilərsiniz, moderator. Moderatordakı o qrup, kanal yaradırlar, yəni idarə edirsən. Yəni belə bir terminlər görsəz, əslində mənaları asandır, tanış sözlərdir. Bu belə. Mövzu ilə bağlı sualınız varmı? Müəllim, Aytun, mövzuyla bağlı sualım yoxdur. Bir bəli, şey bilmək istəyirəm. bəli. Dərslər bundan sonra sadəcə 7-də olacaq. Zaten bir dərs qalıb, onu da keçirik, 8 dərs keçməliydik.
6-sı. Bu gün 7-ci dərsi keçirik də. Növbəti dərs 5-ci gündür. 5-ci gündə saat 7-də olacaq. Çünki bizim artıq başlayır qruplarımız. Yəni uje qrafik də olub da ona görə. Bir dərsimiz qalıb, o da 7-də olacaq, bəli. Başa düşdüm, sağ olun. Buyurun. Belə, onda mən açıram sınağı, başlayın cavabları yazmağa. Əla, bəli. Birinci sualın cavabı C variantı idi. Getdik ikinci suala. Bəli, cavab B variantıdır, düzdür. Bəli, düzdür. Bəli, 3-də C. Bəli, doğrudur. Bu diaqnostik qiymətləndirmə həmişə əvvəllərdə keçirilir. Yəni birinci ilin, ikinci yarım ilin əvvəli, bölmənin əvvəli, məktəbdə məktəbə sinif keçəndə. Summativ rəsmi qiymətləndirmədir. Bölmə sonlarında bəzən bölmə daxilində olur. Ev tapşırığının yoxlanması deyil, dərsin sonu bəli, refleksiya mərhələsidir. Getdik 5-ci sual. Bəli, əla. 5-ci sual C variantı. Altıncı sualın cavabı C variantıdır.
Orada D yazmısınız. Baxın, müəllim yeni mövzuya başlamazdan əvvəl beyin əmləsi hər zaman dərsin motivasiya mərhələsində olur. O da uşaqların beyin əmləsinin ikinci adı budur da əqli hücum. Əqillərinə hücum edirsən, yəni beyinlərinə. Lori dillə desək, deməli şagirdlər mövzu haqqında nələr bildiklərini öyrənir. Yəni əvvəlki biliklərin aktivləşdirilməsidir. C. Getdik. Bəli, doğrudur. Əla. 8 bəli, C-dir. Bəli, doğrudur. Əla. Bəli, 10-cu sualın cavabı C-dir. Qəşəng. Məncə çətin dərs deyildi. Əslində maraqlı dərs idi. Yenə də deyirəm, bunun əvvəlki mövzuları var. Onları öyrənib sonra bunu oxuyanda bu vəbşi belə su kimi bir dərs olur. Çünki bu dərsin içində bir çox mövzular öz yerini tapır. Belə, bunun da testi, qoy görüm, neçədə idi səhifə. Pedaqoji yanaşmalar 157. Burada bir-iki dənə də termin görə bilərsiniz. Səhifə 157-də testləri var. Orada bir-iki dənə termin görə bilərsiniz. Məsələn, refleksiv. Refleksiv sözü elə refleksiya deməkdir. Sadəcə bir var refleksiya, şagirdləri refleksiya edirik. Bir də var ki, müəllim özünü refleksiya edir. Məsələn, dərsin sonunda görürəmsə ki, hamı dərsə yaxşı cavab verir, ya hamı olmasın da, axı 90% yaxşı cavab verir. Demək ki, dərsi yaxşı başa düşüb də artıq özümü qiymətləndirirəm ki, hə, deməli düz yoldayam, düzgün istiqamətlə keçmişəm və s. və ilaxır. Sonra orada bir də adaptiv sözü görə bilərsiniz. Adaptivdə diferensial yanaşma var. İndi onu bilmirəm də nə dərəcədə bilirsiniz yoxsa yox. Diferensial yanaşma var, yəni ki, bütün şagirdlərə fərdi yanaşma. Və adaptivdə odur, şagirdlərin müxtəlifliyini, fərdiliyini nəzərə alaraq onlara fərdi yanaşmadan söhbət gedir. Bu da belə. Başqa sualınız varsa buyurun. Təşəkkür edirəm Humay xanım. Sağ olun, çox sağ olun. Sizin də gecəniz xeyrə qalsın. Sağ olun, sağ olun.